Yadındadır, uşaq olanda ciyərlərin çox zəif idi. Biraz soyuqlayan kimi o dəqiqə boğulmağa başlayırdın. Qışın yarısını xəstəxanada yatırdın. Mənə isə cəmi bir həftəlik bülletin verirdilər. Ay Allah, havalar soyuyanda necə qorxurdum. Şükür Allaha, böyüdükcə hamısı keçdi, getdi. Canın bərk idi. Amma yenə də içimdə o qorxu qalıb. Həmişə qorxuram ki, birdən xəstələnərsən, başına bir iş gələr. Mən də yanında olmaram ki, sənə kömək eləyim. Yox, ay ana, mən bunları xatırlamıram. Görünür, çox balaca olmuşam. Ana, mən doğrudan getməliyəm. Biraz da yanımda qal da. Bax ana, gəl belə eləyək. İstirahət günlərinin birində hamımız gələrik bura. Yığışarıq, çay içərik, Dimka, Qavruşa, Katya, hamımız bir yerdə. Amma indi doğrudan da getməliyəm. Cəmi 2 dəqiqəlik. Saşa, mənimlə 1-2 dəqiqə söhbət elə də. Nə haqda? İşlərin necə gedir? Hər şey qaydasındadır. Dəmir yolu yerindədir, qatarlar da işləyir. Mənə bir şeir de də. Hansın? Dəniz kənarında. Yaxşı, amma ancaq şeiri deyəcəm, sonra getməliyəm ha, yaxşı? Razılaşdıq. Dəniz kənarında yaşıl bir palıd, palıdın üstündə qızıl bir zəncir. Ağıllı bir pişik gecəli gündüz o zəncir boyu fırlanıb gəzir. Sağa gedəndə bir mahnı oxuyur, sola gedəndə nağıl danışır. Orada möcüzələr, meşə adamı, budaqlar üstündə bir su pərisi, orada görünməmiş heyvan izləri, tanış olmayan cığırlar yollar. Orada toyuq ayaqlı bir daxma, nə qapısı var, nə pəncərəsi. Ana, sən məni eşidirsən də, hə? Ana, ay ana, danış da mənimlə. Ana, ay ana, anacan, getmə də. Ana, bir neçə dəqiqə də mənimlə qal da, nə olar? Əslində, hər şey yadımdadır, ana. O vaxtlar necə boğulduğum da, nə qədər qorxulu olduğu da, hamısı yadımdadır. Hər gün mənə o qədər iynə vururdular ki, çox ağrıyırdı ana, yaman incidirdilər məni. Yadımdadır, bütün axşamı pəncərənin önündə oturub qaranlığa baxırdım. Sənin evə gəlişini görəndə dünyalar mənim olurdu. Elə bilirdim dünyanın ən xoşbəxt uşağıyam. Çünki bilirdim ki, sən gəldinsə, artıq qorxulu heç nə yoxdur. Ağrı da keçib gedəcək. Hər şey yadımdadır, ana. Yadımdadır ki, sən gecələr yatmayıb dəhlizdəki o balaca divanda uzanırdın ki, mənə bir şey olsa, o dəqiqə işləsən. Getmə də, ana. Nə olar, biraz da yanımda qal.